Pişiklərin 9 canı olduğunu hamımız bilirik. Amma sizə bir pişik haqqında danışacağım ki, o 3 canını 2-ci Dünya müharibəsi zamanı xərcləyib. Onun adı əvvəlcə bilinmirdi. O, nasist Almaniyasının qüruru olan nəhəng Bismarck gəmisində idi. Gəmi 1941-ci ildə batırıldı. 2200 dənizçidən yalnız 115-i sağ qaldı və bir də taxta parçasının üstündə üzən bu ağ-qara pişik. İngilis gəmisi hava müdafiə sistemlərindən olan Cossack onu xilas etdi və ona Oscar adını verdi. Amma cəmi 5 ay sonra Cossack da torpedalandı və batdı. Oscar yenə sağ qaldı. Ona batmaz Sem ləqəbini verdilər və havada müdafiə sistemi Ark Royal təyyarə daşıyan gəmisini apardılar. İnanmayacaqsınız, amma 3 həftə sonra da bu gəmi də vuruldu və batdı. Sem yenə taxta parçasının üstündə kifir, amma sağ tapıldı. Bundan sonra dənizçilər qərara gəldilər ki, bəlkə də problemi yaradan Semdir. Onu təqaüdə göndərdilər. O, müharibənin sonuna qədər quruda dənizçilər evində yaşadı və bir daha heç vaxt dənizə çıxmadı. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və özü dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Qismət olarsa növbəti videoda görüşərik.